Psixoloji cinsi zəiflik müalicəsi haqqında. Psixoloji cinsi zəifliyin müalicəsi necə aparılır? Əvvəla onu deyim ki, psixoloji cinsi zəiflik mütləq müalicə olunmalıdır. Psixoloji cinsi zəiflik çox ciddi bir məsələdir. Psixoloji cinsi zəiflik tək sözlə düzələn məsələ deyil. Psixoloji cinsi zəifliyin diaqnostikasında ilk növbədə xəstə ilə ətraflı danışmaq lazımdır. Bəzən olur ki, psixoloji cinsi zəifliklə xəstə müraciət edir, xəstə ilə məcbur oluruq 2 saat, 3 saat danışırıq. Müalicə taktikası necədir? Onu deyim ki, cinsi zəiflik fərq eləmir. İstər psixoloji olsun, istər orqanik olsun, cinsi zəiflik tam müalicə olunur. Lakin hər xəstə qrupunun özünün yanaşması var. İlk öncə həmişə çalışırıq dərmanla müalicə təyin eləyək. Psixoloji cinsi zəiflikdə dərman müalicəsi adətən kifayət eləyir. Lakin psixoloji cinsi zəifliyin elə dərin getmiş bir formaları ola bilər, hətta götürüb xəstəni əməliyyat eləyərsən. Yəni xəstəyə baxarsan ki, xəstə vəziyyətdən heç cür çıxa bilmir və bu xəstənin belə deyək də, yəni vəziyyətinə çox mənfi təsir göstərirsə, məcbur olub cərrahi əməliyyat eləyə bilərsən, hətta penil implant da yerləşdirilə bilər. Penil implantların göstərişində də var, psixoloji cinsi zəiflikdə istifadə oluna bilər. İntihası bu nadir hallarda olur, çox dərin getmiş bir formalarda istifadə olunur. Psixoloji cinsi zəifliyin taktikası nədir? Müalicə təyin olunanda müalicə ilə bir yerdə mütləq xəstə cinsi əlaqəyə cəhd eləməlidir. Əgər xəstə cinsi əlaqəyə cəhd eləmirsə, burada dərmanların istifadəsi və s. keçir ikinci plana. Yəni dərmanların effekti yoxdur. Xəstə cinsi əlaqəyə cəhd eləməlidir. Məsələn, mən həmişə xəstə